Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Atevlər məhəlləsi deyilən ərazidə yuxarı hissəsindən demək olar Binəqədi Xırdalan dairəsindən Binəqədiyə gedən yola daha yaxındır, hörmətli izləyicilər. Ərazisi nəmişlik olmayan ərazidədir. 1.6 sotun içində inşa olunub, tam şəxsi inşa olunmuş bir həyət evidir, hörmətli izləyicilər. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə hörmətli izləyicilər təqdim eləyəcəm. Hörmətli izləyicilər, gördüyünüz kimi bax bura həyətyanın sahəsidir. Rahat həyətinə 2 maşın daxil ola bilər. Evin xarici görünüşüdür. Evi hal-hazırda bax ev yiyəsi sahibi özü ustadır, özü tikib, pul lazım olduğu üçün də indi hal-hazırda satır. Gördüğünüz kimi bax evin pəncərələri genişdir, qoşadaşdır. Evin bu tərəfi də bax bu hissəsi də yoldur. Bu hissəsi də yoldur. Evin hər tərəfi açıqdır. Havalanma tam uyğundur. Bütün pəncərələrdən tam evin içinə işıq düşür. Gördüğünüz kimi ev qoşadaşdan kəmərləri vurulub, fundament vurulub. Yəni evin həqiqətən keyfiyyətinə problem ola bilməz. Həyətyanın sahəsindən baxırsınız bax belə gördüğünüz kimi. İstədiyiniz ağaclar da əkə bilərsiniz. Daxil oluruq buradan evin içinə. Evin içinə girən kimi gördüyünüz kimi hörmətli izləyicilər. Bax burada hal-hazırda ev sahibi yenə deyirəm özü ustadır, hər şey özü eləyir, keyfiyyətli materiallardan istifadə eləyir. Yeri polla vuracaq, nəzərcə çatdırma pol vurulub, laklanacaq, dolğulanıb təzən laklanacaq. Dəhliz hardasa 1.50-1.60 olar eni. Girən kimi sağ tərəfdə mətbəxdir. Mətbəxə hardasa 12 kvadrat olar. Pəncərəsi də görsün hörmətli izləyicilər, genişli, ürək açandır. İşıqlıdır. Sağda burada, baxın bax belə, uşaq otağıdır. Hardasa təxmin deyim ki 10-12 kvadrat olar. Elə bu da. Qiymət də elə bahadır. Tam təmir verəcək. Özü də təmir edib verə bilər. 3.50-nin 3.60-a, 3.50-3.60-ın 6 metriyə buranın qonaq otağıdır. Hal-hazırda bax, ev sahibi indi bütün sistemləri də çəkib, özü keyfiyyətli elektrikli də istifadə olunub. Yuxarılar da alçıpanlar vurulub, ağartı işləri gedir hal-hazırda. İkidə də burada geniş yataq otaqlardır. Hardasa 16 kvadratlı. 3'ün 15-16 var. Rahat 3 metrənin bir 3.20-3.30'un bir 5 metrə olar. Bu hissəsi də görsünüz, bax otaqları genişdir. Baxın. 2 dənə yataq otağı da genişdir. Pəncərələr isə tam rahat işıqlıdır, gördüyünüz kimi. Burada da yenə bir yataq otağıdır. Bu da 14-15 kvadrat olar. Yəni otaqlar da yaxşıdır, genişdir, ürək açandır. Sonda burada sanuzel hissəsidir. Sanuzeldə indi hal-hazırda işlər gedir. İndi ev sahibi buranı özü də təmir edəcək, təcili satır. Tam təmirli hörmətli izləyicilər, evi təhvil verə bilər. Gəlib üstədüz kimi də aboylarıdır, qapılardır, özü seçsiz, özü də, yəni bu evin içində özü vurub verəcək, hər şey qapılar da qoyub verə bilər. Yəni öz zövqünüzə uyğun da inşa elətdirə bilərsiniz. Yenə var, nəzərinizə çatdırım. Ev sahibi özü ustadır, özü işdir evin içində, özünə məxsus olan evdir, özünün için tikmişdir. İndi sadəcə pul lazım olduğu üçün satır. Sənədi bələdiyyə, arxivli bələdiyyə sənədidir, kupçaya gedən sənəddir. Bunu da nəzərcə çatdırım, hörmətli izləyicilər. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın. Zınqırov adlı bildirim işarəsində aktiv edir ki, hər satışa çıxan evlərdən də xəbərdar olasınız, hörmətli izləyicilər. Evin qiyməti 100 min. Bax, sizin nəzərinizə satayım. 100 min 4 otaq deyil. Yəni 4 otaqlar hamısı 115-110 civarındadır. Bunu da nəzərinizə çatdırım. Amma hal-hazırda bu pul lazım olduğu üçün təmirli 100 min. İndi endirimi ev sahibindən özünüz danışarsınız. Yəni mənə nə dedi onu qoydum. Tam təmiri vəziyyətdən söhbət gedir. Yenə də endirimi gəlib özünüz, yəni düşsə də, düşməsə də ev sahibinin özündən asılıdır. Gəlib sonunda özünlə söhbət eləyərsiniz. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah satana da xeyir versin, Allah alana da. Amin.